Hey sən, imtahan verəcək tələbə. Çəkdiyin çətinlikləri çox gözəl anlayıram, çox gözəl başa düşürəm. Çünki bütün həmin çətinlikləri, həmin o imtahana hazırlaşdığın yolu mən də keçmişəm. Mən özüm qrafikanı bitirmişəm Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında. Və hal-hazırda da özüm tələbə hazırlaşdırıram. Və çəkdiyin çətinliklərin nə olduğunu çox gözəl bildiyim üçün sənə çox sadə dildə hal-hazırda bugün Diananı izah eləməyəcəm. Bu heykəli mən çəkmişəm. İşıq biraz pis düşə bilər, parıltı falan çox ola bilər. Amma tam ideal çəkilmiş bir şəkli Instagram səhifəmizdə var, realizmakademi.az. Girib baxa bilərsiniz. Bugün isə Qatimiant heykəlinin üzərində bütün ölçüləri necə lazımdırsa izah eləyəcəm. Hamımızın zəhrəsi gedən həmin o heykəl. Keçək indi əsas videoya. Xoş seyirlər. Başlayaq heykəlin komponovkasından. İlk öncə heykəli komponovka eləməliyik. Çünki yerləşdirmə düzgün olmayanda artıq onu nə qədər qəşəng çəksəz də fərqi yoxdur. Müəyyən qədər qəribə görünəcək heykəlimiz. Vərəqləri düzgün yerləşdirmək lazımdır. Düzgün yerləşdirmə nədir? Aşağıdan və yuxarıdan eyni qədər məsafə olsun. Bir damcı biraz fərq olmağında problem yoxdur. Amma ümumilikdə ortasında yerləşsə vərəqin okeydir heykəl. Patsamentlə birgə. Daha sonra başın ölçüsünü götürməliyik ki, başın ölçüsünü nə boyda çəkək. Başın ölçüsünü bugün Qatimiantdan gedir söhbət, digər heykəlləri başqa vaxt izah eləyəcəm. Bugün deməli Qatimiant heykəlində nə edirik ilk öncə? Başın ölçüsünə baxırıq. Digər heykəllərdən ilk baxışdan elə görürük ki, daha böyükdür. Nə boydadır ölçüsü? Santimetr olaraq ölçsək belə 30 santimetr çıxır. Biz onu 30 santimetr olaraq sırf başın ölçüsündə vərəqə yerləşdirsək, lazımı yəni komponovkaya görə vərəqdə ideal yerləşmiş olacaq. Bundan biraz daha balaca çəkmək olar mı? Olar. Problem yoxdur. Amma bundan daha böyük çəkmək artıq pis görünəcək. Yaxşı bir görüntü alınmayacaq orada. Daha sonra tilset və rakusundan çəkdiyimiz üçün nə edirik? Birinci başın yerini qoydum. 30 santim. Daha sonra patsamentin bu aşağı hissəsinin uzunluğunu bilməliyik. Hər heykəli işləyəndə bu hissəni patsamentin burasından bura qədəri. Baxın bu ölçünü. Ölçüb baxmalıyıq ki, uzunluğuna nə qədər yerləşir, nə boyda yerləşir uzunluğunda. Ölçdük bu ölçünü, təbii ki, əlimizi açdıq bu formada. Karandaşın üst hissəsi çənəyə, çünki tapmaq istədiyimiz hissə çənədən patsamentə qədər olan hissədir. Baş barmağımız və yaxud da ki, işarət barmağımız patsamentin aşağısına gəlmək şərti ilə bu formada aşağı-yuxarı eləyərək ölçürük, tapırıq uzunluğunu. Tapdıq. Deyək ki, bu boydadır. Nə edirik? Buradan həmin ölçüsünü götürüb bura qoyuruq. Amma siz bu ölçünü əzbər bilmədən, təqribi olacaq uzunluğu əzbər bilmədən burada bunu yerləşdirə bilməyəcəksiniz. Ona görə birinci başın yerini qoyursunuz. Daha sonra iki yerə bölürük. Mərkəzə göz düşür. Göz o vaxt mərkəzə düşməyə bilər ki, rakus dəyişsin. Ya aşağıdan ya da ki, yuxarıdan baxarsınız heykələ. O zaman müəyyən qədər fərqlilik olur və xəttimiz də o zaman düz yox, əyri və yaxud da ki, bu istiqamətdə aşağıya doğru əyri gedir. Nə edirik? İki yerə böldük başın ölçüsünü. Gözü qoyduq mərkəzə, daha sonra qaşı qoyuruq. Qaşdan yuxarısını böldük iki yerə, alın, ondan yuxarısı saç. Alını biraz böyüdür, biraz artıq götürəcəyik. Daha sonra qaşdan aşağısını da bölürük iki bərabər hissəyə, düşür burun. Qaşdan aşağısını iki bərabər hissəyə düşəndə düşür burunun yeri. Burundan aşağısını isə üç bərabər hissəyə bölürük. Düşür ağız hissəsi. Ağız uşaqlar budur. Üst dodağı və yaxud alt dodağı qoymursunuz. Ağız olmalıdır 3 hissəyə böləndə, düşəcək hissə. Daha sonra çətinlik nədə çəkisi tilset verilən çəkəndə? Gözlərin yerini tapmaqda və üzün bu əsas burnun çəkəcəyimiz yerini tapmaqda. Onun üçün nə edirsiniz? Yandan ölçürsünüz, sağdan sola eyni cür tutduğunuz karandaşı. Sol tərəfi ən soluna, barmağınızdakı sağ tərəfinə. Obşu ölçdünüz, karandaşı fırlatdınız, baxırsınız haradan hara düşür. Həmin burada qoyduğumuz ölçünü götürürsünüz, tam əksinə edirsiniz. Yerləşdirirsiniz bu hissədə. Tapmış olursunuz enini, ümumi enini. Ümumi enini tapandan sonra həmin eni bölürsünüz iki bərabər hissəyə. Həmin iki bərabər hissəni tapdıq, böldük iki yerə, düzdür. Nə etməliyik? Gözləri yerləşdirməliyik. Və heykəldə burada, bu heykəldə rakusa görə dəyişir. Biraz bunu çevirdikcə rakus dəyişir. Göz də dəyişir, baxın.
Gedir mərkəz. Üstünüzə sağlıq sorulamışam. Amma bu vəziyyətdə sizlərə videosu qoymuruq. Bəyənimizi gözləyin. Neysə. Gözlərin yerini tapmalıyıq. Bölmüş idi 2 kere düzdür. Yenə indi də bunun ortasını tapırıq. Görək ortası haradır. Ölçərək tapırıq yenə. Eyni qayda ilə. Mən çəkdiyim rakusdan düşür orta hissəsi gözün burasına. Gözün bu hissəsi, orta hissəsi buradaydı heykəlin. Gözlə çəkdimmi bura? Düzdür, gözün bir qırağını. Gözün bir qırağını çəkdikdən sonra iki gözü birlikdə ölçürəm. Ölçdüm bu formada uzunluğunu. Arxadan təbii ki, yenə eyni qayda ilə karandaş əlimizə açırıq. Ölçdük. Baxırıq uzunluğunda nə boydadır? Deyək ki, bu boydadır. Çevirdik, yan tərəfdə qoyduq bu ölçünü, düzdür? Bunu isə bölürük 3 bərabər hissəyə. Niyə görə? İki göz arasında bir göz yerləşir. O qədər sadə. Daha sonra üst xəttimizi atdıq aşağıya doğru. Burnun yeri düşdü. Biraz da bu göz içərdə olur rakusa görə. Burun bir damcı, bir yan tərəfi daha yandan görünür. Yəni bu yan tərəfə gəlibdir. Ona görə çəkdiyimiz rakusa görə. Daha sonra nəyi tapmalıyıq? Əsas tricep verdən çəkəndə. Bu patsament falan qoyduq hamısını. Boğazı falan da ayrı-ayrı ölçdük, ölçüləri bilirik artıq. Bu getdi öz işini dağılayacaq. Daha sonra ən əsas məsələ çənənin harada olacağıdır. Çənəni harada qoyacağımız da əsas nüanslardan biri. Onun üçün neyinirik? Burnu çəkmişik, burnu hazırdır. Digər ölçülərimiz hazırdır. Əlimizdə deyil, digər ölçüləri qoyduq. Burundan qulağa qədər, buradan bura. Bu ölçünü ölçürük. Yenə əl açıq. Bir də son dəfə təkrarlayıram, yadınızda əzbərə qalır. Sol tərəfin soluna, sağ tərəfindən də barmağımızı. Hansı barmağını ölçürsə özünüz bilərsiniz, öz işinizi rahat ölçün. Bir də karandaşı necə ölçmək lazımdır, necə tutmaq lazımdır ölçüdə. Onun üçün ayrı bir video çəkəcəm. Çünki onu da səhv edirsiniz ölçəndə. Burundan qulağa qədər ölçdük, çevirdik. Buranın uzunluğunu, buradan bura, arxadan təbii ki, çəkəcəyimiz yerdən tapırsınız. Çevirdiniz. Buradan sonra həmin uzunluğu götürürsünüz, qoyursunuz bura. Çənənin yeri avtomatik çıxmış olur. Vəssalam, bu qədər sadə. Başqa nə sualınız olsa, qabiliyyət imtahanı ilə bağlı, heykəllərin qurulmağı ilə bağlı, bunun ştrixlənmə videosu da gələcək ayrıca, quruması bu qədər. Ətraflı başqa nə sualınız olsa soruşun. Bir də nəzərinizə çatdırın. Karandaşları yonanda, karandaşların uzunu itələmək lazımdır. Mütləq. Karandaşlardan işlətmək vacibdir. Qısa karandaşla işləməyin, rahat olmur. Böyük ştrixləri atmaq narahat olur, belə deyək. Ona görə karandaşın uzunu getdi kamera arxasına. Qəşəng bir dənə rezak götürürsünüz. Taxta hissəsində hamar yonun ki, bu vərəqə qoyulanda nahamar qalmasın. Yəni hər tərəf eyni qalınlıqda olsun ki, belə deyə hamarlığı. Vərəqə tam otursun. Ştrixinizi tam rahat ata biləsiniz bu formada. Ştrixi belə də ata bilərsiniz. Opşu belə də ata bilərsiniz. Bu qurma üçün yaxşıdır. Böyük hissələn ştrixi üçün də bu formada yaxşıdır. Karandaşlar da nə işlətmək lazımdır? Qabiliyyət imtahanı üçün olaraq deyim. Kohinor firmasının karandaşlarını işlədirsiniz. HB, 2B, 4B, 6B, 6B və 2H əgər xeyli yaxşı işləyirsə işlədin, xeyli yaxşı işləmirsinizsə HB, 2B, 4B polunu işinizi görəcək. Artıq bir karandaşa ehtiyacı yoxdur. Heykəl işləyən, yəni 8B falan ritki hissələrdə bəlkə işlənər, çox işlənmir. Onsa imtahanda qoyulacaq işıq o qədər də düzəməlli olmur. Ona görə heç o qədər kontrastlı bu arada tüklü hissələrini əzbərləməyə çalışın. Tüklülər haradadırsa onları biraz əzbərləyin. Yəni imtahanda işləməyə rahat olsun, imtahana gecikməyin əsas. Belə, bir də imtahanla bağlı çox vacib bir şey qeyd edeyim. Orada bir nəfər olacaq və siyahı götürür. Yəqin ki, çox valideynlərdən olur həmin şəxs. Adlar yazılır ora ki, kim neçənci sırada daxil olacaq imtahan otağına. Çünki orada elə adam var, tez gəlir, adam var, gec gəlir. Həmin yazılan vərəqin şəklini telefonunuza çəkin. Çünki keçən il imtahan verənlərdən belə bir söhbət eşitdim. Həmin vərəq ya itbat oldu, ya nə bilim, kimsə cırdı, tulladı, qarışıqlıq düşdü.
hay həşir, hamı girdi riski imtahan otağına, ona görə vərəqin şəklini çəkin. İmtahana da nə aparmaq lazımdır, hər biri buraxılış vərəqəmizdə qeyd olunub. Onu oxuyun, onlara əməl edin, hər birini aparın və planşet imtahana aparmaq vacibdir. İmtahanda verilən planşet qırıq salxaq ola bilər, nə bilim, üstü yaxşı olmaya bilər, elə bir hissəsi ola bilər ki, nahamar, atdığımız işlik pis çıxa bilər. Yəni imtahanımızı riskə atmayın. Kim hazırlaşıbsa da narahat olmayın, gedib imtahandan inşallah ki keçəcək. Yəni əziyyət çəkən birinin hələ ki imtahandan kəsildiyini görməmişəm. Hamımıza uğurlar və realizmakademi.az səhifəmizi izləyin. Yeni açılıb səhifəmiz, şanfaz zəhmət olmasa kompüteri göstər. Bu web saytımızdır. Burada sərhədsiz təhsil hissəsi və kursları kəşf hissəsi var. Buradan sərhədsiz təhsildən dərs videolarımız var, burada başlıqlar var. Hələ ki 3 hissə videoları yükləmişik. Girib daxil olub baxa bilərsiniz. Bir çox mövzuda sıfırdan təlimlərimiz mövcuddur. Əlavə olaraq kursumuzda fəaliyyət göstərən müəllimlər barəsində məlumatlarımız var. Əl işlərimizi də qısa zamanda yerləşdirəcəyik. Nə sualınız oldu, kommentlərdə yazmağı unutmayın. Xoş seyirlər, sağ olun.